Dostlar, bu günləri Galaxy S Advance GTI 9070 telefon haqqında danışacağıq. Yəni onu 4 qata necə qaldıracağıq, yəni açıqlamasını vermişəm, belə də verəcəm. Bu günləri bizə lazım olan əsas 3 dənə fayldır. ROM, GApps, bir də update. Keçən videoda gördüyünüz kimi, yəni Odin-lə yazırdıq. Bunda isə Odin-ə ehtiyac yoxdur. Yəni Clockwork moddur, recover. Bu recover artıq telefon öz-özünə install edib yükləmək olar. Gördüyünüz kimi 3 fayl da kartın yaddaşındadır. Telefonu söndürək. Gözləyək. Artıq telefon söndükdən sonra onu recover moda salmaq lazımdır. Kod verən, yəni volume up, home, bir də power. Üçünü bir yerdə sıxıb saxlayırıq. Gözləyək. Onu deyim ki, telefonun öz, yəni beynindən daha yüngüldür, öz proşifkasından daha yüngül proşifkadır. Ümumiyyətlə 700 MB onun proşifkası, amma bunda cəmi 300-400 eləyir hardasa. Yəni müəyyən qədər azdır. Bu telefonun yüngül işləməsinə şərait yaradır. Bəli, artıq düşdü. Gözləyək. Burada artıq install storage-ə girək. Bəli, üçüncüyə girdik. Update, Apple Update. Buradan seçirik. Update zipi. Power knopkasına varıq və gözləyirik. Bəli, gördüyümüz kimi Clockwork gəldi. Clockwork mod. Burada wipe factory reset veririk. Sonra wipe change, sonra double change eləyəcəyik. O biri telefonda elədiyimiz kimi eskidə. Bəli, change-i də silək. Kəsə advance, burada double change, bunu da silək. Go back deyək. Təzədən installa girək. Ben burada ROM-muzu seçirik artıq. Cihangir mod hansı ki yükləmişdik. ROM-u yükləyək, ondan sonra GApps-ı yükləyəcək. Gözləyək, yüklənsin. Bir qədər 2 dəqiqə, 3 dəqiqə çəkə bilər artıq. Problem deyil. Burada qırmızı hər hansı bir aşıbqa versə, artıq telefonunuzda müəyyən qədər problem ola bilər. Ya flashında mı deyim, yoxsa prosesorda mı deyim, nə desə problem var ki, yüklənmir. Başqa variant ola bilməz. Əgər telefonunuz 412 idisə və bu dediklərimi eləmişsə, mütləq bu işləməlidir. Gözləyək, yüklənsin. Heç problem yoxdur. İndi isə GApps-ı yükləyək. Bəli, GApps seçək buradan. GApps biraz nisbətən tez yüklənir, yəni o birinə baxmayaraq. Çünki GApps sırf yəni beyində olan proqramlarda Google Apps, yəni belə deyək.
Google Play servis daxildir bunun içinə. Google Play Market, from a network zat belə şeylər yəni. Çətin bir şey deyil, yüklənsin. Yüklən artıq. Səsdə problem yaranıbsa üzrlü saniyəni. Biraz mikrofonda problem var. İçəridə biraz səssiz güydü. Ona görə də üzrlü saniyəni. Reboot verək sistemə. Biraz bir müddət gec açacaq, onu deyim biləsiz. Çünki ilk dəfə yəni o gündə də proqram vuran şəxslər bilir. Gec açılıb ilk dəfə açılanda hardasa 3 dəqiqə, 4 dəqiqə çəkə bilər. Minimal 2 dəqiqə deyək də belə deyək. O da nəzərinizə çatdırım ki, proqramın bir çox üstünlükləri var. Yəni bu üstünlüklər nədən ibarətdir? Həm ümumiyyətlə işləməsində yüngülük yaranacaq. Yəqin ki, o Shadow Fight 2 oyununu kimsə oynayıb da burada. Shadow Fight 2-də məsələn əvvəl 4.1.2-də oynayanda konkret donmalar var idi. İndi isə bu versiyada konkret donma yoxdur. Yəni Shadow Fight 2-ni rahat oynayacaqsınız, onu deyim sizə. Ümumiyyətlə bir çox iqrada effekt verəcək. Telefonun ümumi işləməyində effekt verəcək. Yəni dizaynda konkret dəyişiklik olacaq. Yuxarıda Wi-Fi paneldə. O yan bu yan hamısında dəyişiklik olacaq. Kamerada falan dəyişikliklər də olacaq. Onu da deyim biləsiniz. Bu proşifkanın özü rootludur, nəzərinizə çatdırım. Yəni Supersunu heç kim menyuda axtarmasın. Nastroyka girsin. About fon olan yerdə. Telefon var orada ən aşağıda. Telefon haqqında. Həmin hissəyə daxil olduqdan sonra, daxil olmadan elə orada görəcəksiniz super user, yəni super pользователь var orada. Yəni hər hansı bir rootlu proqram yükləyəndə artıq özünüz icazə istəyəcək, icazə verəcəksiniz. Heç nəyə də vermirsiniz, orada qarışdırmırsınız. Sadəcə icazələr açıb bağlaya bilərsiniz həmin yerdə. Supersusu özü yüklüdür. Yəni telefonda onu deyə biləsiniz. Yəni VPS-kandakı ən əsası işləyəcək bildiyiniz kimi S2-də də, S-Advance-də də işləmir. Bunlar 4.1.2 versiyada. Amma bu versiyada konkret olaraq işləyəcək. Çox gözəl, yəni rahatlıq tapacaqsınız telefonda. Özünüz də hiss edəcəksiniz bunu. Bir qədər gözləyək, artıq açılmalıdır. Bəli, açılacaq neredəsə. Açıldı. Burada standart prosedurlardır, yəni next, skip, next. Belə eləyəcəksiniz, telefon ilk dəfə açılır. Qeyri-adi bir şey yoxdur deyim sizə. Skip, ok, skip. Onu bağlayın mütləq. Access my location-ı bağlayın. Yeriniz məlum olmasın. Ok, complete. Google Launcher-ı seçin, açılanda ilk dəfə. Məsləhətim budur sizə. Google Launcher. Always qoyun, yəni həmişə. Ok. Artıq telefon işləyə vəziyyətdədir. Bir qədər gözləyin, sonra menüyə girin. Biraz donma ola bilər. Birinci dəfə. Gördünüz, super user orada artıq super user olduğu hiss olunur. Ekrana çıxdı. Menü bu qədər də azdır. Yəni artıq özünüz yükləyəcək menü çox olacaq. Heç problem yoxdur. Çox sağ olun baxdığınıza görə, abunə olmağı da unutmayın. Kanalımız gündən-günə inkişaf edər, dəstək olaq. Çox sağ olun.